Müasir dövrdə ictimai nəqliyyatın əsas dayaqlarından olan avtobuslar minlərlə insanın gündəlik həyatında mühüm rol oynayır. Lakin onların geniş istifadəsi ilə yanaşı tez-tez baş verən avtobus qəzaları da ciddi narahatlıq doğurur. Sürücü səhvi, texniki nasazlıq yoxsa yol infrastrukturunun zəifliyi, sadaladığım hansı amillər son vaxtlar artan avtobus qəzalarına əsas səbəb ola bilər? Sujetdə bundan danışmışıq. Sərnişinlərin fikrincə təkcə avtobus sürücüləri deyil, digər avtomobil sürücüləri də yol hərəkəti qaydalarına riayət etmədiklərindən belə hadisələr bir göz qırpımında baş verə bilir. Avtobus sürücüləri olsun və yaxud otobus sürücüləri olsun, yol hərəkət qaydalarına riayət eləmirlər. Ona görə də belə nəqliyyat hadisələri çox tez-tez olur. Məsələ əsas bundadır. Hamı öz yoluna riayət eləməlidir. Sürücülərin hansı hərəkətini görmüşəm, məsələn, svetoforda keçdiklərini, düzgün xəttlərdən istifadə eləməməklərini, düzgün yollardan istifadə eləməməklərini, yol qıraqlarında maşın saxlanmamalıdır, saxlanılır, taksilər də hər kəs məsuliyyətsizdir. Hər kəs öz missiyasını başa düşmür. Avtobus sürücüləri marşrut qəzalarının əsas səbəblərini həm sürücülərin tələskənliyində, həm də digər nəqliyyat vasitələrinin sürücülərinin məsuliyyətsiz davranışı ilə əlaqələndirirlər. Avtobus qəzaları avtobus zolaqlarının çox olmamağı səbəbindən baş verir, tıxacların səbəbindən baş verir. Bir də bəzi yerlərdə çox tıxac olduğuna görə hərəkət eləyənmirik, ona görə vaxtımıza çatmaq üçün, vaxtımızda məhdudiyyət olduğuna görə bizdə səbəb olur sürətli sürürük, sürət həddini aşırıq. Avtobus qəzaları ondan əmələ gəlir ki, bizim yollara belə balaca maşınlar bizə məişət eləyirlər. Reski çıxırlar qabağımıza. Məsəl üçün, bu xətt bizim düşündü. Onlar dönmək istəyir sağa, reski girirlər avtobusun qabağına. O da məcburiyyət qarşısında avariya eləyə bilir. Ekspertlər düşünürlər ki, avtobus qəzalarının 3 əsas səbəbi var. Bu amillər isə hər gün minlərlə sərnişin daşıyan avtobusların qəza riskini açıq şəkildə artırır. Belə ki, yol infrastrukturunun zəifliyi, yollarda çala-çökülən olması bu kimi amillərdən biridir. Xüsusilə də sürətli yollarda biz bunun şahid olaraq ki, çoxlu sayda yolun örtüyü çox bərbad gündadır. Yaxşı olar ki, yollarda təmir işləri, yenidən qurma işləri geçsin. Növbəti amillərdən biri budur ki, avtobus parkını nəzərə yetirəsi olsaq, bugünkü gündə istismar müddətini bitirməkdə olan avtobusların hələ də marşrut xəttində olduğunu görürük, xüsusilə də Bakı kəndləri ətrafında. Ən vacib amillərdən biri də budur ki, sürücü məsuliyyətsizliyi. Çox təəssüflər olsun ki, bugünkü gündə bəzi avtobus sürücülərinin nişan və nişanlama xəttinin tələblərini kobud şəkildə pozduğunu şahid oluruq. Bakı Şəhər Dövlət Yol Polisi İdarəsindən bildirilir ki, zaman-zaman avtobusların qəza şəraiti yaratmalarına rast gəlinir. Sürücülərin yol hərəkəti qaydalarına laqeyd yanaşmamaları tövsiyə edilir. Ümumi istifadədə olan nəqliyyat vasitələrinin də rahat və təhlükəsiz hərəkətin təmin olunması Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin əsas prioritet istiqamətlərindəndir. Lakin təəssüflə qeyd etməliyəm ki, bəzi avtobus sürücüləri yol hərəkəti qaydalarına səthi yanaşırlar ki, nəticədə arzu olunmaz hadisələr baş verir. Və bizim həmin sürücülərdən xahişimiz ondan ibarətdir ki, qaydalara ciddi şəkildə riayət etməklə özlərinin, daşıdıqları sərnişinlərin, eləcə də digər hərəkət iştirakçılarının həyat və sağlamlığını təhlükə altına atmasınlar. Bütün bu amillərlə yanaşı sürücülərin reys qabağı müayinəsi məsələsi də mühüm əhəmiyyət daşıyır. Çünki bəzi hallarda sükan arxasında səhətində problem yaranan sürücü özü də bilmədən qəza edə bilər. Məhz bu səbəbdən reys qabağı müayinələr baş verə biləcək bədbəxt hadisələrin qarşısını almaqda mühüm rol oynayır. Sürücülərin reys qabağı tibbi müayinədən keçirilməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2009-cu il 24 aprel 46 nömrəli qərarının qaydalarına uyğun şəkildə həyata keçirilir. Belə ki, sürücülər reys qabağı tibbi müayinədən keçən zaman sürücülərin anamnezi toplanmalı, nəbzi sayılmalı, bədən temperaturu ölçülməli və nəfəs vermə havasında alkoqolun olmaması müəyyən edilməlidir. Sağlamlıq tələblərinə uyğun olmayan sürücülər nəqliyyat vasitəsinin idarə edilməsinə buraxılır. Bundan əlavə Bakubas avtobuslarının hər birində ilkin tibbi yardım çantası mövcuddur. Hər gün sürücülərin tibbi müayinəsi məhz bu otaqda həyata keçirilir. Belə ki, onların əsasən ayıq vəziyyətdə olmasına diqqət edilsə də, bununla yanaşı onların hərarəti də ölçülür. Reysə çıxan sürücü özü ilə birgə onlarla sərnişinin də həyatına cavabdehdir. Buna görə də həkimlər reys qabağı bütün sürücülərin sağlamlıq vəziyyətinin onun yola çıxmağa nə dərəcədə hazır olduğunu yoxlayırlar. Müayinədən keçirmək üçün bütün tibbi texniki vasitələrimiz var. Elektron təzyiq ölçən, elektron temperaturu ölçən və təbii ki, alkotestdən keçirlər.
və hər şey normal olsa sürücülər reysə buraxılır. Əsasən təzyiq olan çox olur, sonra temperaturası olan olur, qripoz vəziyyəti olanlar olur və biz onları əgər obyektiv məlumatlarla təsdiq eləsə onun subyektiv şikayətlərini o zaman azad edirik, reysdən azad edirik. Göründüyü kimi qəzaların qarşısını almaq üçün mütəmadi yoxlanışların aparılması olduqca vacibdir. Sürücülərin sağlamlığı, məsuliyyətli davranışı və ümumi nəzarət mexanizminin birgə tətbiqi nəticəsində avtobus qəzalarının sayını əhəmiyyətli dərəcədə azaltmaq mümkündür.